cinayət işi bu qızımı öldürənlərdir, örtbasdır eləyənlərdir, hamısı qollarını sallayıb gəzir. Səbəbkar da açıq halda bilinir ki, Balakən deputatı Nəsib Məhəmmədliyevdir. Mən 1-ci Qarabağ müharibəsi əlili Mustafayev Rafiq Məhrəmoğlu. Probleminiz nədir? Problemim ondan ibarətdir ki, mən bugündən Hürriyyət TV-yə müraciət eləməyə gəlmişəm ki, mənim qızımın ölümünü örtbasdır eləyiblər, qızımı döyülərək xəstəxanalıq olub, xəstəxanada dünyasını dəyişib. Ona görə də bütün orqanlara getmişəm, baxan yoxdur. Gəlin indi biraz əvvələ qayıdaq. Siz hansı rayonda yaşayırsınız, qızınız hansı rayonda yaşayır və hadisə necə baş verib? Niyə sizin qızınız döyülüb və öldürülüb? İddia edirsiniz ki, döyülərək öldürülüb. Nə baş verib? Mən özüm Balakən rayonunda yaşayıram. Qızım da Balakən rayonunda yaşayırdı. Bizdən Aralı kənddə yaşayırdılar. 2 il idi, 2 il yox idi, ailəli idilər. Qızımın telefonda mesaj çıxıb, mesajdan sonra qızımı döyübdülər. Səhərisi döyülüb, səhərisi qızımın qaynatası bizə zəng elədi ki, qızım ağlı üstündə döyül, sayaqlayır. Nəysə getdik, baxdıq, gördük ki... Kim döyüb onu? Hələ bilmirik kim döydüyünü. Biz elə dedi, yalandan dedi ki, kravatdan yıxılıbdır, çarpaydan yıxılıbdır. Getdik, gördük, qızımın vəziyyəti çox gərgin vəziyyətdədir. Göz işığına məhrumdur. Yəni, dünya işığını görmür. Maraqlanıq dedilər ki, çarpaydan yıxılıbdır. Həmən günü xəstəxanaya gətirdik. Xəstəxanada... Hadisədən neçə gün sonra xəstəxanaya gətirmişsiniz? Həmən günü, bizi çağıran günü biz xəstəxanaya apardıq. Xəstəxanaya reanimasiya şöbəsinə yerləşdirdilər. Orada həkimlər də heç nə də demədilər ki, bunun diaqnozu barədə. Sabahsı günü elə bil ki, 2023-cü ilin may ayının 28-də Zaqatala şəhərində yerləşən Həyat Hospitala apardıq. Başını tomoqrafiya elətdik, çəkdirdik başını. Orada məlum oldu ki, qızımın başında travmalar, qansızmalar, işgəncəyə məruz qalıbdır. Bəs ekspertə yönləndirdilərmi? Bəli, ekspertə yönləndirdilər. Elə bil ki, qızım öləndən sonra yönləndirdilər. Onu da pulu ilə satın aldılar. Yalanlar dedilər ki, göf pnevmoniyadan ölübdür. Amma mənim qızım heç yerdə xəstə deyildi, sağlam uşağı idi. Heç bir şikayəti də yox idi. Yəni, ümumiyyətlə, həkim hansı diaqnozu qoydu? Siz onu həkimə aparan zaman deyirsiniz ki, döyülür. Həkim orada bir diaqnoz qoymadı. Biz bildik ki, Zaqatalaya aparandan sonra bildik ki, bunun başında problem var. Bunun travmalar var başında, qansızmalar var. Sonra bu uşaq elə bil ki, bu həkim də elə bil ki, rayonun baş həkiminin çobanları olubdur. Həmin qızımın qaynatası gəlir. Çobanları bu Dilbər Quliyeva elə bil ki, onları dəstəkləyibdir də. Dilbər Quliyeva kimdir? Xəstəxananın baş direktoru, bəli, direktoru. Onları dəstəkləyibdir. Reanimasiya şöbəsinə yerləşdirib 2 dəfə məndən xəbərsiz, heç mənim məlumatım olmadan 2 dəfə uşaq özünü bilirdi, gülürdü, danışırdı, eləyirdi. Narkoz verib yatdırıblar ki, yəni bu sir açılmasın deyib. Reanimasiya şöbə müdiri Tinayeva rəisət beyninə şpris yeridib. 30 maydan 31-nə 2023-cü ildə, 31 mayda dünyasını dəyişib, komaya salıb dünyasını dəyişib. Siz iddia edirsiniz ki, beyninə iynə vurulub. Bəli. Nədən bilirsiniz? Yəni, hansı onun sağlamlıq kağızına, xəstəlik kağızına yazılıb? Yox, o yazılmıyıb. Elə bil ki, o narkoz həkim var da, 2 dəfə bizdən xəbərsiz narkoz verən həkim o açıqladı ki, onun beyninə şpris yeridib, maya çıxartmışıq. Elə bil, onunla da komaya düşüb ölübdür. Qızınız deyirsiniz ailəli idi. Bəli. Elə Balakəndə. Bəli. Ümumiyyətlə, ailəsi ilə yəni qızınız arasında hansısa bir insident, hansısa bir söz-söhbət falan bir şeylər olubmu? Hər halda bunu qızınız siz atası olduğuna görə deyər, evdə narahatçılıq, problem olub. Əvvəllər, xanım, çox mehriban olublar.
bunların bir elə bir ki, cins xoruz olubdu. Onu çaqqal apardığına görə ayağından döyüb bir xəstəxanalıq olmuşdu. Onu da qızım açıqlamadı. Nə bilmədim, nədənsə bunu hədə qorxumu gəlib, nədirsə heç nə demədi. Xoruz deməli aparılıb deyə Çaqqal apardı. çaqqal aparıb qızınızı Bəli, döyüb. bəli, döyüblər. İndi bahalı xoruz olubdu. Niyə çaqqal aparıb? Bunlar işə gediblər. Gələndə görüb çaqqal apardı. İndi qızım da bilmir, uşaq baxsın, nə ev işinə mi baxsın, hansına baxsın. Gələndə görüb çaqqal xoruzu apardı. Ondan bir döyüblər. Sonra da aradan bir 3-4 gün keçəndən sonra qızımın baldızının əri buna mesaj atıbdı. Mesaj da elə bir ki, mesaj qızımın yoldaşı gəlib 3 saatdan sonra atılıbdı. Mesaj, orada da mesajda bir elə adi nələr yazılmışdı. Yəni yazıbdı, kontur vururmu, ürəyim partladı, cavab versən, mənlə danışmaq istəmirsən deyib elə bir mesaj yazılıbdı. Ondan sonra bir gün sonra elə bir ki, həmən söhbətin sabahı biz getdik ora mesaja görə. Nəsə dedilər ki, qaynatası dedi ki, mənim gəlinimlə işimiz yoxdur. Yəni gəlinim qalmalıdır. Əvvəlkindən də artıq mən onu telinə kimi cavab deyəm dedi. Bir gün sonra danışdıq mən qızımla. Yəni hadisədən bir gün qabaq. Hə, hadisədən bir gün qabaq. Bir gün qabaq danışdım. Yəni qızım elə bir ki, elə bir məsələ olmayıbdı. Yəni bu mesaj söhbəti heç nə olmayıbdı. Mehribancasına danışdılar. Yəni qaynatası ilə də danışdım, qudamla da danışdım. Sabahsı səhər tezdən idi. Elə bil ki, 8-ə qalmışmı, 7-mi olardı təxminən də. Bir də qızımın qaynatası zəng elədi mənə. Deyir, Nərminin vəziyyəti pisdir dedi, sayaqlayır, ancaq ölüləri sayaqlayır, sizi sayaqlayır deyir. Gəlsəniz, getdik qızıma baxmağa ki, görüm nə olub, nə problemdir də. Amma əvvəlki günü bir dənə ayağında problem var idi. Ayağından xəstəxanaya aparmışdılar. Ayağına yaxşı olmuşdu ayağı. Güya ki, tromp olmuşdu, yalan söhbəti döyülmüşdü. Biz gedincə elə bil ki, gecə döyüblər, axşam ertədən döyüblər, qızımı aparıblar bir neçə yerə, sınıqçıya aparıblar, həkimə aparıblar, bu həkimlə bilibdir, döyülübdür. Yəni, qızıma baxmayıblar, deyibdir ki, getin, aparın xəstəxanaya. Səhərsi dedilər ki, qızın vəziyyət belə, getdik, apardıq xəstəxanaya. Qızımdan soruşdum. Hansı xəstəxanaya? Zaqatala? Yox, Balakən rayon mərkəzi xəstəxanaya apardıq. Orada həkimlər, bir dənə orada nevropatolog var idi. Bunu kim bu vəziyyətə salıbdır, dedi. Bunu biraz o nəsə qandı ki, dedi, bunu kim bu vəziyyətə salıbdır, dedi. Bu huşu üstündə deyil, dedi. Nəsə soruşdular, elədilər. Qız nəsə qorxurdu, çox qorxurdu. Keçdik, apardıq, reanimasiyaya yerləşdirdik. Buna müalicəyə başladılar. Mən də xahiş elədim, bir ata kimi, ziyalı, zərər çəkmiş ata kimi xahiş elədim. Yəni, uşağa yerində baxılsın deyib. Sabahsı günü, axşam tərəfi idi, bazar günü idi. Apardıq bunu Zaqatala şəhəri həyat hospitalında. Türk həkimi idi. Mən ondan beynini tomoqrafiya çəkdik, diski də verdi. Nə idi? Diaqnozu nə idi? Diaqnozu dedilər, həmən türk həkim dedi ki, beynində travmalar var, dedi, qansızmalar var, dedi. Mən həkimdən soruşdum, dedim, doktor, bunun sağalma ehtimalı var mı? Dedi, çox yüksək sağalma ehtimalı. Amma bunu Rizət Tinayeva beyninə şipiri salıb, onunla da komaya saldı, bir gün qalmadı, öldü. 30 günü, elə bir ki, 30-dan 31-nə keçən gecə dünyasını dəyişdi. Rafiq bəy, siz ilk öncə dediniz ki, qızımın telefonuna bir mesaj gəldi. Daha sonra onun belə deyək də döyülməsi, döyülərək öldürülməsi məsələsini dediniz. Mesaj kimdən gəldi və nə yazılmışdı, nə zaman gəlib ki, bu dərəcədə böyük bir hadisəyə səbəb olub? Mesaj gəlmişdi, qızımın baldızının əri tərəfindən gəlmişdi. Adı nədir? Abdullah, Taşrayev Abdullah. Onu da bilmirdik, yəni sonradan bildik ki, bunun mesajı qızım dedi ki, birinci demirdi, qorxurdu.
Sonra dedi ki, yəni Abdullahın mesajıdır dedi. Yəni orada da yazılmışdı. Yəni kontur vururmu, ürəyin partladı, cavab versən, mənlə danışmaq istəmisənmi? Amma bu mesajı da yazmaq vaxtı da elə bir ki, bunu yazardı yoldaşı işdən gəlincə. Bu yazılmış işdən gəlib 3 saatdan sonra. Orada nəsə bir şantaj məsələsi idi. Uşağı şantaj Ümumiyyətlə, o olundu. şəxsdən əvvəllər də mesaj gəlib. Yox, heç vaxt. Xoş Yəni, qədər. ümumiyyətlə, soruşmusunuz ki, qızınızla Heç vaxt, əvvəllər də danışmısan. heç vaxt gəlməyibdi. Deyirsiniz ki, Bəli. qızınız döyülərək öldürülüb. Bəli. Bu sizin iddianızda. Amma iddianızı təsdiq edən hər hansı bir sübut varmı? Var. Hə, buyurun. Burada mənim əlimdə qızımın beyin çəkilişləri var. Burada sübut edir ki, burada travmalar var, qansızmalar var. Bir də mənim əlimdə şəkillər var. Dəqiqə onu göstərin. Mənim əlimdə şəkillər var. Hansı ki, qızımın zədəli bədəni. Oradan göstərin. Bəli, yəni ki, yuyan vaxtı, cənazəni yuyan vaxtı çəkilən şəkillərdir. Özü də demək kifayət qədər zaman keçib, hə? Bəli, bəli. Və yenə də həmin o Dəfələrlə mən Respublikanın yüksək orqanlarında, prezident administrasiyasında, Ombudsmanda, Daxili İşlər Nazirliyində, Respublika prokurorluğunda Mehriban xanıma müraciət eləmişəm. Orada qəbul eləyiblər məni. Ondan sonra 4 dəfə baş prokurorun qəbulunda olsam da mənim qızımın ölüm işinə xitam verilibdir. Ümumiyyətlə, bax, bununla bağlı məhkəməyə müraciət eləmişsiniz. Məhkəmə olubmu? Harada keçirilib? Məhkəmə olubdur, bəli, məhkəmə keçirilib? olubdur. Balakəndə də olubdur, Balakən rayonunda olubdur. Tək məndən, bir də prokuror işçisindən ibarət artıq heç kim olmayıbdır. Qızınızın ailəsi, Heç qarşı tərəf kimi gəlmir? heç kim olmayıbdır. Mən də təkrar Şəki apellyasiya məhkəməsinə, bəli, regional apellyasiya məhkəməsinə müraciət eləsəm də, yenə də apellyasiya məhkəməsinə Balakən prokuror işçisi, elə bir müstəntiqi, bir də mən olmuşam, başqa kimsə olmayıbdır. Orada da dedilər ki, sənin qızının ölümündən bir səbəb olmadığına görə iş bağlanıbdır. 4 dəfə baş prokurorun qəbulunda olmuşam. Burada məsələ nədir? Burada həkimlərin günahı var. Bu öldürülməsində faktiki həkimlərin günahı var. O uşaq ölməyəsi uşaq idi. Dilbər Quliyeva xəstəxananın direktoru. Dilbər Quliyevanın rəhbəri ilə uşağı aradan götürüblər. Nə marağı var ki, bu Dilbər xanımın? Burada onun çobanı idi. Həm də o çoban da... Kim çobanı idi? Bu Rizvan qaynatası. Qızımın qaynatası onun çobanı Onun idi. işçisi oldu. Amma onu da allatmışdı. Yalandan deyibdi ki, kravatdan yıxılıbdı deyib alladıb. O da özlərini ört-bastır eləməyə deyib. Çarpaydan yıxılaraq bu vəziyyətə düşmüyorlar. Əlbəttə Sizcə? olmaz, əlbəttə olmaz. Nə qədər həkimi necə allada bilər bununla? İndi Dilbər Quliyeva öz çirkin əməlini yerinə yetirdi. Bunları müdafiə eləməyə deyib. Bütün həkim kollektivi bunları müdafiə elədi. Hətta qızım öləndən sonra, 3 gündən sonra Balakən prokurorluğuna bunlar yaxınlaşıb, həkim Dilbər Quliyeva 60.000 pul təklif eləyib, mənim qızımın ölümünü ört-bastır eləyibdir. Bax, kifayət qədər böyük bir rəqəmdir. Bəli, Bunu da deyirsiniz. bəli. Siz bu haqda hardan məlumatınız var ki, bu qədər pul verir? Mən onu tam məlumat aldım. Ondan sonra Sumqayıtda 2023-cü ildə Dəqiq mənbə varmı ki, həqiqətən də bu qədər pul veriblər, fakt veriblər. Yəni veriblər. Mən baş prokurora müraciət elədim. Sumqayıtda qəbulunda həm bu diskin cavabını verdim, həm də bu Qoşqar Əhmədov keçmiş prokuroru, Balakənin keçmiş prokuroru Qoşqar Əhmədov 60.000 alıb mənim qızımın ölümünü öz-başına eləmağını mən məlumat verdim. Versəm də Dilbər Quliyevanın qayını Balakənin deputatıdır, imkan vermədi ki, iş irəli getsin. Nəsib Məhəmməliyev Balakənin deputatıdır, həm də onun qayınıdır, imkan vermədi ki, iş irəli getsin, bağlandı iş, xitam verilibdir işə. Ümumiyyətlə, qızınız döyülərək öldürülən zaman
hətta döyülərək xəstəxanaya gətirildi, hələ öldürülməyə. Bəli. Yəni o zorakılıq nəticəsində olub da, siz dediyiniz kimi. Bəli. Həmin vaxtda polisə müraciət eləmişdiniz. Yox, bizi bilmədik. Yəni biz gətirdik, heç həkimlər də müraciət eləmir. Heç bir adi hal-hazırda bir adamın əlinə bir tikan batanda sırası polisə məlumat verirlər. Bunlar heç kim, yəni mən özümdə döyülüydüm, düzdür. Mən balam bu vəziyyətdə idi, heç polis ağlıma da gəlmirdi. Pis vəziyyətdə idim. İndi bir tikan batanda sırası polisə məlumat verirlər, polis çağırır, sorğu-sual edir. Amma mənim qızım o vəziyyətə düşüb, heç kim polisə məlumat da verməyibdi. Qızım ölən günü elə bil ki, polis gəlibdi. Dedilər, belə bir iş olubdu, yəni ölübdü deyib. Amma bilmirdim, mən qızım öldüyünü bilmirdim. Gecə saatlarında ölübdü, səhər bilmişəm. Yəni xəstəxanada olan zaman siz qızınızla danışmışsınız da? Bəli, danışmışım. Görüşmüşsünüz də? 2 dəfə görmüşəm, daha qoymurdular. Yəni Orada imkan vəziyyəti vermirlər. necə idi? Normal, yəni huşu başında idi, danışırdı, gülürdü. Amma görmürdü də, yəni dünya işığına həsrət idi də, yəni dünya işığına məhrum olmuşdu. Ona vururlar, udarlar, onu pis vəziyyətə qoymuşdu. Övladı varmı? Bəli, var. Məndə də övladı da. Neçə övladı? Bir övladı da. Sizinlə? Bəli. Özü də cavan uşaq, körpə uşaq, 19 yaşında balam. 19 yaşında balam. Qızınızın vəziyyəti ilə bağlı ekspertə müraciət olunub və ekspertin cavabları şəxsən valideyn olaraq sizə verildimi və ya məhkəmə işinin üzərinə əlavə edildimi və siz işlə bağlı vəkil tutmuşdunuzmu? Ən azından bir vəsatət verildimi ki, baldızının əri məhkəməyə gətirilsin? Niyə elə bir mesaj yazıb və nə üçün yazıb? Yəni, bu məsələlərlə bağlı. Xanım, bu barədə mən sizə bildirim ki, yəni qızımın bu vəziyyətə salınıbdır, döyülübdür. Həkimlər əlbir olub. Bunu çıxartdılar ki, güya ki, pnevmoniya xəstəliyinə ölübdür. Amma halbuki 4 günün içində pnevmoniya xəstəliyinə heç kim ölmür. Onun müalicəsi var. Amma qızım... Siz belə deyək, siz hətta türk həkiminin yanına aparmışsınız. Yox, diski göndərmişəm. Zaqatalada, bəli. Həmin adam ümumiyyətlə pnevmoniya barədə nəsə deyib? Yox, həmin adam heç bir heç bir şey bildirmədi. Bir dənə dedi ki, beynində problem var, budur deyə, travmalar deyə, qansızmalar var. Bəli, qansızmalar var. Ekspertin cavabını sizə veriblərmi? Ekspertin cavabını birinci dəfə vermədilər. 19 gündən sonra şifahi şəkildə dedilər ki, sənin qızın deyib. Hadisədən sonra, dünyasını dəyişəndən sonra. Bəli, dünyasını dəyişəndən sonra 19 gündən sonra dedilər ki, pnevmoniyadan olub. Onu da yalandan diaqnoz qoydular. Mən dəfələrlə prezidentə, baş prokurorluğa müraciət elədim. Xahiş elədim. 3 aydan sonra elə bil ki, qızımın qəbir ekskumasiya olundu. Bəli, olundu. Olundu. Bakıdan həkim gəldi, ekspert həkim gəldi. Bu barədə yəni pnevmoniya çıxardandan sonra biz müraciət elədik. Baş prokurorluğa, prezidentə müraciət elədik. Qəbir açılmasını, ekskumasiya olunmasını. Deməli, üzr istəyirəm. Xəstəxanada pnevmoniya diaqnozu qoyulmamışdı. Ekspert pnevmoniya diaqnozu qoyulmuşdu. Bəli, ekspert pnevmoniya diaqnozu qoyuldu. Amma xəstəxanada o diaqnoz yox, qoyulmamışdı. Heç bir diaqnoz qoyulmamışdı. Ekskumasiya olundu. Ekskumasiyada da bədən rəngini itirmişdi. 3 aydan sonra mıydı? Çətinlik çəkirəm dedi. Yəni bu ekspert eləmənada. Amma bildim ki, neçə nəfər mənə dedi ki, Dilbər Quliyeva həkim çalışdırıbdır. Elə bil ki, bunun gəlişinə həkim kollektivindən, medsestralardan, xidmətçilərdən pul yığır. Elə bil ki, onun gəlişinə, ekspert həkimin gəlişinə. Bir 15-20 gün keçdi, 21-ci gün ekspertin cavabı gəldi, dedi ki, pnevmoniyadır. Yəni, burada da qurma, yəni rüşvətlə, pulla örtbasdır elədilər uşağın ölümünə. Ona görə də yenə də xahiş edirəm
artıq dərəcədə mənim vəziyyətimi nəzərə alaraq, mən bir Qarabağ əlli kimi vəziyyətimi nəzərə alaraq prezidentimizə müraciət edirəm, mənə köməklik eləsin. Məsələ ilə bağlı, qızınızın ölümü ilə bağlı ümumiyyətlə tələbiniz nədir? Müraciətiniz, hansı qurumlara müraciət etməyi düşünürsünüz? Mən müraciət edirəm şəxsən prezidentimizə. Çünki mən illərdir sürünürəm. Baş prokurorun qəbulunda olmuşam 4 dəfə. Respublikanın yüksək orqanlarında qəbullarda olmuşam. Heç kim mənim harayıma çatmayıbdır. Təhsinə işim bağlanıb. Yəni cinayət işi bu qızımı öldürənlərdir, örtbasdır eləyənlərdir. Hamısı qollarını sallayıb gəzir. Səbəbkar da açıq halda bilinir ki, Balakən deputatı Nəsib Məhəmmədliyevdir. Yəni cinayət işi açılmasına mane olan Balakən rayonu deputatı Nəsib Məhəmmədliyevdir. O da qardaşı arvadını müdafiə edibdir. Mənim müraciətim Cənab Prezidentədir, İlham Əliyevə. Cənab Prezident, sizdən artıq dərəcədə xahiş edirəm. Bir yaralı ata kimi sizə yalvarıram. Mən balamın ölümünə səbəb olanları, öldürənləri, örtbasdır eləyənləri hər birisi cəzasını alsın, cəzalandırılsın. Kimdir ki, o cinayətkarlar da cəzasını almalıdır. Qızımın yoldaşıdır, baldızıdır, qaynanasıdır, hansı ki o mesaj yazandır, onlar cəzasını almalıdır. Sizdən artıq dərəcədə xahiş edirəm, bu barədə mənə köməklik eləyəsiniz.